Bugün tarixdə Dəmir Qapı adı ilə məşhur olan Dərbənd haqqında danışacağıq. Hər daşı bir əbədiyyət salnaməsi, hər qalası bir canlı kitab, hər abidəsi bir nisgilli tarix olan qədim diyar Dərbənd bugün şimal qonşumuz Rusiyanın Xəzər dənizi sahilində yerləşən turizm mərkəzi hesab olunur. Rusiyadakı xüsusi müxbirimiz Fərid Əkbərovun Dəmir Qapı Dərbənddən hazırladığı reportajı təqdim edirik. Dəmir Qapı Dərbəndəyik. Xəzər dənizi ilə Qafqaz Sıra dağları arasında yerləşən Rusiya Federasiyasının şəhər statusu daşıyan ən cənub yaşayış məntəqəsində. Dağıstan Respublikasının tərkibində olan Dərbənd Bakıdan 258, Azərbaycan Respublikası ilə sərhədindən isə 140 kilometr məsafədə yerləşir. Dərbənd haqqında tarix və ədəbiyyat kitablarından o qədər oxumuşdum ki, bu şəhərə səfərimi səbirsizliklə gözləyirdim. Rusiya Xarici İşlər Nazirliyinin Dağıstana təşkil etdiyi mediatur dəvətini məmnuniyyətlə qəbul etmə səbəbim də məhz Dərbənd idi. Azərbaycan türklərinin və bütün türk dünyasının böyük ədəbi abidəsi Kitab-ı Dədə Qorqudda adı çəkilən Dədə Qorqudun məzarının olduğu deyilən bu şəhər bir vaxtlar Quba xanı Fətəli xanın idarəsində olub. Dərbənd qədim türk məskənidir. Biz Azərbaycanın bir kəlmə demişsə ki, Dərbənddə Dədə Qorqudun məzarı var. Mənbələrə görə Kitab-ı Dədə Qorqud Dərbənd ləhcəsində yazılıb. Ona artıq da nə istəyir bilərsiniz? Bu, əgər Dədə Qorqud buradadır, Dədə Qorqudun ləhcəsini yazılıb, Dədə Qorqudun müəllifi burada məzarıdır. Bu türk şeydir. Onun üçün biz fəxr edirik, biz bu şəhərdə yaşayırıq. Dərbənd deyiləndə ağla ilk 6-cı əsrin abidəsi olan qala və onun məşhur altı qapısı gəlir. Carçı, Qırxlar, Yeni, Bayat, Daş qapı və Narınqala. Весь этот оборонительный комплекс будет назван двумя персидскими словами. Dərbənd sözü farsçadan darüband, yəni qapıların kilidi anlamını verir. O vaxt ki 14 qapıdan biz bugünə kimi ancaq 9-unu qoruyub saxlaya bilmişik. Hazırda olduğumuz yer Narınqala qapısıdır. Narınqala türkçədən tərcümədə narınc və qala sözlərinin birləşməsindən yaranıb. Dərbənd qalasının divarlarının ümumi uzunluğu 42 kilometrdir. Qalanın divarlarına nəzər yetirsəniz, onun çox güclü mühafizə qalası olduğunu görmək mümkündür. Qala divarlarından aşağı enəndə Azərbaycanlıların yaşadığı mahallar görünür, yəni məhəllələr. Mahalların əvvəlki tarixi adları, Bayat qapı, Bazar, Carçı adları rəqəmlərlə əvəzlənib. Mahallar sanki Bakının içəri şəhərini, köhnə məhəllələri xatırladır. Ağsaqqallar küçədə domino oynayır və öz aralarında ancaq Azərbaycan dilində danışırlar. Küçələrdə üzərində Azərbaycan dilində latın əlifbası ilə yazılan lövhələrə də rast gəlmək mümkündür. Azərbaycanlı ağsaqqallar mənimlə birlikdə mediaturda iştirak edən xarici jurnalistlərlə təbii ki, rus dilində həm söhbət olurlar. Bilirsiniz, Dərbənd şəhərinin əhalisinin 60-70% Azərbaycanlılardır. Burada ən çox bizik. Qədim şəhərin daxilində ancaq Azərbaycanlılar yaşayır. Azərbaycanlılar burada əsrlərdir ki, yaşayırlar. Burada başqa millətlər yaşamır. Bura Dərbəndin ən yaxşı yeridir. Bizim dədə-babalarımız burada yaşayıb. Övladlarımız, gələcək nəsillərimiz də burada yaşayacaq. Bu şəhərdə mənim ata-babam burada bastırılır. Mən babamın qəbrini, babamın atasının qəbrini görmüşəm, babamın atasının qəbrini görmüşəm. Mənim ürəyim Göyünür, Bakını görmək istəyirəm. Mən bilirəm, az qalıb, 83 yaşım var. Biz fəxr edirik ki, Azərbaycan var. Müharibə bizi üçün fəxrdir. Biz onu başımız belə gəzirik. Dərbənd Azərbaycanlılarının Dağıstanın ictimai-siyasi həyatında iştirakı ilə bağlı Respublika rəhbəri Sergey Melikova da sual ünvanlamaq imkanımız oldu. Rusiyanın ən cənub şəhəri olan qədim Dərbənd şəhərinin meri etnik Azərbaycanlıdır. Ona görə də burada əlavə izaha ehtiyac yoxdur. Bundan başqa Azərbaycanlılar Dağıstanın köklü xalqlarından biri hesab olunur. Dağıstan Rusiya Federasiyasının yeganə subyektidir ki, Azərbaycanlılar burada yerli köklü xalq hesab olunur. Bu təkcə ona görə deyil ki, Azərbaycanlılar ancaq Dərbənddə kompakt şəkildə yaşayırlar. Mahaçqalada və Kaspiyskidə də kifayət qədər Azərbaycanlılar var. Hakimiyyət orqanlarına vəzifələr bölüşdürülən zaman bütün köklü xalqların nümayəndələri, o cümlədən Azərbaycanlılar da nəzərə alınır.
Dərbənddə məni yaxşı mənada təəccübləndirən məqamlardan biri də köhnə şəhərin hər məhəlləsində məscidin olması idi. Mahalların hər birində Məhərrəm ayının simvolları hesab olunan yazılara, şüarlara tez-tez rast gəlinirdi. Təsadüfi deyil ki, Rusiya ərazisində ən qədim məscid də məhz elə Dərbənddə yerləşir. Dərbənd Cümə məscidi. Gördüyünüz bu Dərbənd Cümə məscidi 8-ci əsrə aid tarixi abidədir. Dərbənd Cümə məscidi həm də dünyadakı ən qədim 10 məsciddən biri hesab olunur. Hazırda Dərbənd Cümə məscidində təmir bərpa işləri gedir. Rusiya hökumətinin vəsaiti ilə ölkənin ən qədim məscidi bərpa olunur. Реставрацию начали еще в 2000. Məsciddə təmir bərpa işlərinə hələ 2019-2020-ci ildə başlanılıb. Bugün demək olar ki, işlərin son mərhələsidir. Bura Prezident Vladimir Putin gəlmişdi. Onun səfərindən sonra təmir bərpa işləri çox sürətlə getməyə başladı. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Biz Rusiyanın ən qədim məscidlərində indi burada qalmışıq və özümüz bu Dərbənd şəhərinin sakinləriyik və burada dünyaya gəlmişik və atalarımız, babalarımız hamısı bu məsciddə qulluq ediblər və bizlərə çatdırıblar. Dərbənddə axşam düşüb, məscidlərdən azan səsi ətrafa yayılır. Mahallarda həyat öz axarında davam edir. Bakıda içəri şəhərdə olduğu kimi burada da küçələrdə yerli əldə toxunma xalçalar, suvenirlər satılır. Ağlıma girer. Mən atamın bibisi Bakı ərikdir. Salamlayın Azərbaycana, Dərbənd Cəmanına. Aleyküm salam. Bu qədim şəhərin hər daşında bir tarix, hər səsində bir doğmalıq var. Fərid Əkbərov, İTV Xəbər, Dərbənd.